Salam əziz balalar. Bugünkü dərsimizin mövzusuna başlamazdan əvvəl onu da qeyd edim ki, biz 6-cı bölmənin 3-cü fəsli üzrə mövzulara başlayırıq. Bu fəslin adı İgid döyüşdə bəlli olar adlanır. Mövzuya başlamazdan əvvəl gəlin A tapşırığının şərtini oxuyaq. İgid döyüşdə bəlli olar atalar sözünü izah edin. Necə düşünürsünüz? Bu atalar sözünün mənası nədir? Yəqin ki, hər birinizin özünə məxsus fikirləriniz var. Onu da qeyd edim ki, bu ifadə bir insanın öz gücünü, qabiliyyətini və xarakterini ən yaxşı şəkildə çətinliklər və ya sınaqlar zamanı müxtəlif mübarizə tələb edən şəraitdə göstərə biləcəyini vurğulayır. Hər kəs özünü adi şəraitdə güclü və ya bacarıqlı kimi göstərə bilər. Lakin həqiqi igidlik və qabiliyyət yalnız çətinliklər zamanı üzə çıxa bilir. Bu atalar sözü təkcə döyüş zamanı deyil, həm də gündəlik həyatda qarşılaşdığımız hər cür çətinliklərə aid edilə bilər. İndi isə gəlin mövzumuza keçək. Bugünkü mövzumuzun adı Ağ atlı oğlan mətnidir. Mətnin birinci hissəsindən bir hissəni mən sizin üçün oxuyacağım, qalanını isə özünüz oxuyarsınız. Daha sonra mətndə tanış olmayan sözlərin mənası ilə tanış olmağa başlayacağıq. Ağ atlı oğlan. Biri var idi, biri yox idi. Daşgüvar adlı zalım şah var idi. Şahın Xambala və Bəybala adlı güclü, qüvvətli oğlanları var idi. Padşah da onlara baxıb, mənim bəy balam, mənim xan balam deyə sevib oxşayırdı. Padşahın bir mehdəri var idi. Oğlu Nərbala ilə birlikdə şahın atlarını bəsləyirdi. Bir gün Xambala ilə İlxıdan şahzadəyə yaraşan bir at seçmək istədi. Mehdər boz rəngli bir qulunu göstərib dedi: "Bircə il bu quluna yaxşı qulluq olunsa, cıdırda ona çatan at olmaz." Bu yerdə mətni saxlayıram, davamını oxumağı sizə həvalə edirəm. Gəlin söz boğçasına diqqət edək. Buradakı sözlərin mənası ilə tanış olaq. Bəsləmək, qulluq etmək deməkdir. Hər bir sözü mətndə rastlaşdığımız cümləsini bir daha oxuyaq. Oğlu Nərbala ilə birlikdə şahın atlarını bəsləyirdi, yəni qulluq edirdi. Bəs yabı nədir? Yabı, arıq, əldən düşmüş, yaraşıqsız ata deyilir. Bu yabını oğlun Nərbalaya saxla. Bəs çəlimsiz nə deməkdir? Çəlimsiz, arıq, bədəncə zəif olmaq deməkdir. Məsələn, çəlimsiz qulun ağappaq köhlən ata çevrildi. Bəs qulun nədir? Qulun körpə at balasına deyilir. Bəlli sözü aydın, məlum, aşkar deməkdir. Hasil olmaq, əldə etmək mənasında istifadə olunur. Məsələn, bundan bir şey hasil olmadı, yəni heç bir şey əldə olunmadı. Qurşaq tutmaq nə deməkdir? Qurşaq tutmaq, güləşmək deməkdir. Əgər bilirsinizsə, güləşçilər adətən güləşərkən qurşaqdan yapışırlar. Ona görə məhz bu ifadə belə hallarda istifadə olunur. Məsələn, sonra qurşaq tutub güləşməyə başladılar. Bəs rəftar nə deməkdir? Rəftar, davranış, münasibət deməkdir. Şahın belə rəftarından Nərbala məyus oldu. Yəni, şahın davranışından, münasibətindən Nərbala məyus oldu. İndi isə gəlin mətnin birinci hissəsi ilə bağlı sualları və ya tapşırıqları birlikdə yerinə yetirək. Lüğətdən istifadə etməklə aşağıdakı sözlərin mənalarını müqayisə edin. Qulun, köhlən, madyan, dayça, yabı. Onu da qeyd edim ki, bax bu sözlər hamısı atla bağlı sözlərdir. Bəs bunların mənası nədir? Qulun körpə at balasına deyilir. Kəhəri isə açıq şabalıdır rəngli ata deyilir. Madyan dişi at deməkdir. Dayça isə bir yaşlı erkək at balasıdır. Yabı arıq, əldən düşmüş, yaraşıqsız at deməkdir. Əminəm ki, gələcəkdə bu sözlərlə qarşılaşanda artıq onların mənasını bilmiş olacaqsınız. Keçək növbəti tapşırığımıza. Hadisələrin səbəbini müəyyənləşdirib cümlələri tamamlayın. Xambala Mehdərin təklif etdiyi atı bəyənmədi. Sizcə niyə? Çünki at çox arıq,
əldən düşmüş və yaraşıqsız idi. Atası Nərbalaya atı xəlvətcə sürməyi tapşırdı. Niyə görəsən? Çünki şahzadələr görsələr, paxıllıqdan onu cəzalandıra bilərdilər. Daşgüvar şah Nərbalaya döyüşmək üçün icazə vermədi. Çünki, gəlin bu sualın ardını, daha doğrusu bu cümlənin ardını elə mətnə əsaslanıb deyək. Aslan kimi oğlanlarıma nə gəlib ki, ölkəmi Mehdər oğlu xilas eləsin. Məncə bu cümlədən həmin fikrin ardını söyləmək mümkündür. Keçək növbəti tapşırığımıza. Səlim Şahın Daşgüvar Şaha göndərdiyi xəbəri məktub şəklində yazın. Əgər xatırlayırsınızsa uşaqlar, biz 2-ci sinifdə məktubun yazılma qaydasını öyrənmişdik. Müxtəlif mətnlərin qəhrəmanlarına məktub yazmağı bilirik. Gəlin məktubun yazılma ardıcıllığını bir daha yadımıza salaq. Məktubu yazarkən ilk növbədə salamlaşma, daha sonra özümüzü təqdim etmə, tanışlıq məqsədi ilə özümüzü təqdim edirik. Bundan sonra mətnin qəhrəmanına məsləhət, ümid və arzularımızı yazırdıq. Sonda isə sağollaşmanı yazmağı unutmurduq. Bax, bu ardıcıllıqdan istifadə edəcəyik. O cümlədən mətndə Daşgüvar Şaha göndərilən xəbəri bir daha oxuyaq. Bir gün qonşu ölkənin hökmdarı Səlim Şah hücum çəkib şəhərin yaxınlığında düşərgə qurdu. Daşgüvar Şaha xəbər göndərdi ki, pəhləvan yarışı keçirsinlər. Kimin pəhləvanı qalib gəlsə, şəhər onun olsun. Gəlin görək, Səlim Şahın məqsədi nə idi? Səlim Şahın məqsədi şəhəri ələ keçirmək idi. Bəs Səlim Şah nə istəyirdi? O, pəhləvan yarışının keçirilməsini istəyirdi. Səlim Şahın şərti nə idi? Onun şərti o idi ki, kimin pəhləvanı qalib gəlsə, şəhər onun olsun. Əminəm ki, məktubun yazılma ardıcıllığı, Səlim Şahın göndərdiyi xəbər və bu suallar əsasında məktubu asanlıqla yaza biləcəksiniz. Bax, bu ardıcıllıqda məsləhət və ümid arzu hissələrində siz məhz Səlim Şahın məqsədini, onun istəyini və şərtini qeyd edəcəksiniz. Qalan hissələr isə olduğu kimi yazacaqsınız. İndi isə növbəti tapşırığımıza baxaq. Mətnə istinad edərək aşağıdakı fikirləri əsaslandırın. Xambala kobud və təkəbbürlüdür. Gəlin bu fikrə uyğun olduğu epizodu müəyyən edək. Əgər yadınızdadırsa, bu fikrin uyğun olduğu epizod bax bu idi. Mehdər boz rəngli bir qulunu göstərib dedi: "Bircə il bu quluna yaxşı qulluq olunsa, Cıdırda ona çatan at olmaz. Bu yabını oğlun Nərbalaya saxla," deyə Xambala başqa at seçdi. Bax, bu fikri ilə elə biz Xambalanın kobud və təkəbbürlü olduğunu gördük. İndi isə gəlin əsaslandırmamızı deyək. Xambala özünü Mehdərin oğlundan üstün tutdu. Özünə yaraşdırmadığını ona layiq gördü. Xambala özündən böyük insanla kobudcasına danışdı. Növbəti fikrə baxaq. Padşah ədalətsizdir. Gəlin görək padşahın ədalətsizliyi mətndə hansı epizodda özünü göstərdi? Pəhləvan yarışının keçiriləcəyini eşidən Nərbala padşahın hüzuruna gəlib baş əydi. "Qiblə-i aləm, icazə verin, sabahki döyüşə mən çıxım." Padşah isə ona belə cavab verdi: "Şir kimi oğlanlarıma nə gəlib ki, ölkəmi Mehdər oğlu xilas eləsin?" Bax, bu fikirlərdən məhz padşahın ədalətsiz olduğunu görürük. O, ədalətsiz qərar verir, insanlar arasında ayrı-seçkilik qoyur. Nərbalanın Mehdər oğlu olduğu üçün yarışda iştirak etməsinə icazə vermir. Üçüncü fikri əsaslandırmağı isə sizə həvalə edirəm. Biz isə obraz xəritəsi ilə bağlı məlumatla tanış olaq. Öncəki tapşırıqda fikirləri əsaslandırmaqda məqsədimiz elə obraz xəritəsinə keçid idi. Çünki obraz xəritəsində də biz qəhrəmanların və ya obrazların xüsusiyyətlərini, onların hərəkətlərini əsaslandıracağıq. Obraz xəritəsi oxucuya mətndəki obrazları təhlil etməyə kömək edir. Obraz xəritəsində əsasən aşağıdakılar göstərilir. Birinci növbədə obrazın təqdimatı verilir. Daha sonra onun xüsusiyyəti göstərilir. Mütləq şəkildə həmin xüsusiyyət əsaslandırılır. Bundan sonra onun keçirdiyi hisslər və həmin hisslərin əsaslandırılması, o cümlədən
həmin obrazın yadda qalan sözləri göstərilir. İndi isə gəlin biz B tapşırığında Daşgüvar şah haqqında verilmiş cümlələri obraz xəritəsinin bölmələrinə uyğun yerləşdirək. Əvvəlcə gəlin cümlələri oxuyaq. Daşgüvar şah ədalətsizdir. Oğlanlarının uduzduğunu görən şah qəzəbdən dodaqlarını çeynəyirdi. Şir kimi oğlanlarıma nə gəlib ki, ölkəmi Mehdəroğlu xilas eləsin. Mehdəroğlu olduğu üçün Nərbalaya döyüşmək üçün icazə vermədi. Daşgüvar hökmdardır, qəzəblənir. İndi isə gəlin bax bu fikirləri obraz xəritəsində yerləşdirək. Birinci obrazın təqdimatı. Söhbət kimdən gedir? Söhbət Daşgüvar hökmdardan gedir. Daşgüvar hökmdardır. Onun hansı xüsusiyyəti var idi? O ədalətsiz idi. Bəs biz onun ədalətsizliyini necə sübut edə bilərik? Bunun üçün əsaslandırmada mətndən bu fikri qeyd edə bilərik. Mehdər oğlu olduğu üçün Nərbalaya döyüşmək üçün icazə vermədi. Hansı hissləri keçirirdi? O qəzəblənmişdi. Qəzəbləndiyini göstərən fikri qeyd edək. Oğlanlarının uduzduğunu görən şah qəzəbdən dodaqlarını çeynəyirdi. Bəs bu obrazı hansı fikri ilə yadda qaldı? Şir kimi oğlanlarıma nə gəlib ki, ölkəmi Mehdəroğlu xilas eləsin. Bax belə uşaqlar, bugünkü dərsimiz burada sona çatdı. Növbəti dərsimizdə görüşərik. Hələlik.